Vaxtınız xeyir olsun Zəngəzur TV izləyiciləri. Bugün də studiyamızın qonağı var. Bugünkü qonağımız əslən Qərbi Azərbaycanlı Jurnalistlər Birliyinin üzvü Oqtay Orucovdur. Oqtay bəy, xoş gəlmisiniz studiyamıza. Sağ olun, çox sağ olun, minnətdaram Türkan xanım dəvətinizə görə. Bu Zəngəzur TV bizim üçün çox doğma bir addır. Biz bu adı ruhumuzda hər zaman saxlamışıq, qorumuşuq. Bəli, Qərbi Azərbaycanda doğulmusunuz, istəməyərəkdən, belə deyək, Bakıya köçünüz olub. Neçə yaşına kimi orada yaşamısınız? Hansı xatirələriniz var orayla bağlı? Mən 1976-cı ildə Qərbi Azərbaycanda doğulmuşam, Razdan rayonunda. Dərəçiçək mahalı deyirlər bizim mahala. Çox səfalı, gözəl bir yerdir. Oranı tanıyanlar, görənlər, oranın həsrətinlə yaşayan insanlar bu gündə o niskili gözləyirlər ki, o Dərəçiçək mahalını görsünlər. Sonra mən Bakıya, atam, anam Bakıda yaşadığına görə məni uşaq vaxtı nənəm saxlayıb. 6 yaşına qədər mən doğma kəndimiz Təkəlik kəndində yaşamışam. Qonşu kəndlər Qorçulu, Axundov, yəni bilənlər bilir. Çox gözəl, səfalı yerlərdir. Deyərdim ki, Ermənistanda ən gözəl, səfalı yerlərdən biri də, hər yeri səfalıdır. Amma Dərəçiçək mahalının xüsusi gözəlliyi var. Uşaqlıq xatirələri bir başqa olur. Nələri xatırlayırsınız orayla bağlı? Çox maraqlı sualdır. Təşəkkür edirəm. Uşaq yaddaşı iti olur. Mən kəndimizin demək olar ki, hər günümü xatırlayıram. Qışını da qış kimi, yayını. Belə deyim ki, bizim kəndimizə gələndə Axundovdan, Qorçuludan Təkəlik kəndinə keçəndə böyük bir dağlıq hissə var. Oranın avtobus ya maşın nəqliyyat keçəndə həmin kəndə girməyin artıq hiss olunurdu. Çiçəklərin iyisi, oranın ətri o dəqiqə adamı bihuş eləyirdi, vali eləyirdi. O qoxu mənim bu gündə hələ də 49 yaşım var. Bu günə qədər mənim burnumda titir. Bu dəqiqə o kəndimizi görmək arzusundan yaşayıram. Mənim babam Molla Oruc kəndin, elin sayılıb seçilən insanlarından olub. Həqiqətən biz oruçdular nəsildə deyirlər. Orada nəsillər olub. Yəni babamın da nüfuzlu insan olub. Əsl mollalardan olub deyim. Çox vergili adam olub. İndi Molla Oruç deyəndə o tərəfin insanları bilirlər. Yəni söhbət kimdən gedir, kimdir. Kəndimiz belə böyük bir kənd olmayıb. Orada ermənilər də yaşayıb bizlə bərabər, amma əsasən kənd Azərbaycanlı kəndi olub. Koroğlu dağı, Turşusu bizə yaxın olub. Dilicandan, İcivandan, İrəvana gəlib bazarlıq eləyirdik. Mənim bir şey xatirimdədir ki, biraz da İrəvanda olan ermənilərin Azərbaycanlılara olan bir qısqanclığı, paxallığı, bir sıxışdırmaları var idi. Mən onu uşaq vaxtı hiss eləmişdim. Nədən hiss eləmişdim? Şənbə, bazar günləri biz kənddən Axta deyilən bir rayona, mərkəz rayondur, Razdanda. Axtaya bazarlığa gedərdi nənəm. Məni də yanında aparardı kömək eləməyə. Balaca raf avtomaşınlar var idi. Biz gəlirdik Axtaya, bazara. Nənəm maşına minəndə deyirdi ki, Oqtay, mən Bakıda rus dilində oxuduğuma görə, rus dilini bildiyimə görə nənəm deyirdi ki, Oqtay, rus dilində danış, Azərbaycan dilində danışma. Azərbaycanlılara o nifrəti mən uşaqlıqda artıq, körpəliyimdə mən hiss eləyirdim ki, onların bizə fərqlidir münasibət. Mən sual verəndə, danışanda ya danışmırdım, ya da danışanda rus dilində danışırdım. O vaxtdan artıq mən Bakıya qayıtdım, illər keçdi, artıq onların o 90-cı il, 88-də artıq başladı. Mən 85-ci ildə sonuncu dəfə Ermənistandan Bakıya gəlmişəm. Ondan sonra mən bir də Ermənistanı görməmişəm. Ümid eləyirəm ki, inşallah tezliklə o torpaqlarımıza qayıdacağıq. Bunun üzərində cənab prezident
gecə-gündüz çalışır və işləyir. Biz Qarabağımızın o cür gözəl Şuşamızı, Xankəndini xəyallarımızda belə canlandırırdıq. Düşünmürdük ki, biz bugün o torpaqlara qədəm basacağıq. Mən şəxsən ümid var idi, arzu var idi. Ancaq reallıq baxımından düşünəndə real görmürdüm. Ancaq bugün cənab prezident, ordumuz, biz bu 44 günlük şərəfli tariximizi yaşayırıq və bunu sübut elədi ki, biz o günü gördük. Mən Şuşada, dəfələrlə Şuşada tədbirlərdə olduq, dəfələrlə Şuşaya biz qonaqlar apardıq. Mən diaspor komitəsində çalışdığım dövrlərdə çox gözəl bir diasporda çalışan insanlarla ünsiyyət yaratdıq, dostlarımız oldu. Nəyi demək istəyirəm ki, orada da Qərbi Azərbaycanlılar da o nisçili gəlib Şuşada, Xankəndidə, Laçında gəlib oradan biz Laçının seyrəngahı var, bilirsiniz. Seyrəngahdan durub Ermənistan tərəfə baxırdılar. Mən onların şahidini, göz yaşlarının şahidi olmuşam. Onları qucaqlaşırdıq biz, ağlayırdıq birlikdə ki, bu günü gördüksə Laçında, Xankəndidə, biz mütləq o gün oranı da görəcəyik. Ümid eləyirəm, inanıram ki, biz o günü görəcəyik. Bildiyimiz qədər bugün də Qərbi Azərbaycan icmasının üzvüsüz. Qərbi Azərbaycan icması da mütəmadi olaraq görüşlər keçirir. Ölkə adına Qərbi Azərbaycan icmasının fəaliyyəti vacibdir. Cənab prezident doğum gününü Qərbi Azərbaycanın açılışında qeyd eləməyi, bunun özü bir tarixi bir hadisədir. Yəni, bu bir mesaj idi. Qərbi Azərbaycanlılar cənab prezidentin ətrafında, arxasında hər zaman bir yumruq kimi olmalıdır. Bu vacibdir. Yəni, buna da davam eləyirik. Mən özüm də Qərbi Azərbaycan icmasının üzvlərindənəm. Təşəkkür edirəm əziz müəllimə, rəhbərliyinə. Yəni, həqiqətən hər bir Qərbi Azərbaycanlı özünü sayan şəxsə icma qucaq açır. Çox səmimi bir atmosfer var və çox gözəl, möhtəşəm tədbirlər keçirirlər Qərbi Azərbaycan adına. Mən deyərdim ki, bu yaxınlarda bir Qərbi Azərbaycan təravəti adlı bir dükan, tanıtım kimi bir mərkəz açdılar, yaratdılar. Orada Qərbi Azərbaycan naxışları, Qərbi Azərbaycan xalçaları, Qərbi Azərbaycanla bağlı miniatürlər, yəni ümumiyyətlə obalar, loru, Ağbaba, mahalların tanıtımı, yəni bu Zəngəzurla bağlı, yəni çox işlər görülür, həqiqətən çox işlər görülür və bu çox dediyim işlər də hələ azdır. Yəni həddən artıq gecə-gündüz biz çalışmalıyıq, çünki vaxt dardır. Bu dəqiqə biz bu rəsmi səfərlərə baxırıq və görürük ki, bu rəsmi səfərlərdə ölkə başçısına olan hörmət, ölkəmizə olan hörmət necə artıq biz onu hiss eləyirik. Biz bunu da doğrultmalıyıq bir Qərbi Azərbaycanlı olaraq ki, biz də burada əlimizdən gələn eləməliyik ki, biz istədiyimiz o arzumuza çataq, torpağımızı görək. Mən sabahlarım, mən övladımı öz kəndimdə, doğulduğum kəndimi göstərə bilim, apara bilim. Onun üçün də biz burada əlimizdən gələn eləməliyik. Biz 44 günlük zəfərimizdən öncə cənab prezident Qarabağ Azərbaycandır nida. Bu sözün, bu nidanın arxasında olaraq Qərbi Azərbaycanlı, başqa qeyri-millət, etnik millət qrupla fərq eləmədi. Bütöv bir Azərbaycan olduq, bütöv bir xalq olduq, bütöv bir millət olduq, bir gen olduq. Biz bu ordumuzun, bu qəhrəman övladlarımızın sayəsində suverenliyimizi bərpa elədik. Ali Baş Komandanın rəhbərliyi ilə. Mən inanıram ki, və bunun üzərində də düşünürəm ki, biz bugün Qarabağ Azərbaycandır şüarına. Biz artıq keçəcəyik İrəvan Azərbaycandır. Zəngəzurumuz.
bunun üzərində biz, yəni o da olacaq. Mən bu sözləri deyəndə içimdə bir həyəcan, bir ruhum elə bir ki çağlayır ki, inanıram ki bu olacaq. Necə ki Qarabağ Azərbaycandır, nida oldu və biz suverenliyimizi bərpa elədik. Xankəndi belə. Bugün Qarabağ Universiteti artıq orada, yüzlərlə orada tələbəmiz artıq təhsilini bitirib dünyaya səpələnəcəklər. Azərbaycanda artıq o Qarabağ bölgəsini inkişaf elətdirəcəklər. Biz sabah deyəndə biz tarix olaraq demirəm. Sabahımızda mən ümid eləyirəm, inanıram ki, biz İrəvanda da, Təkəli kəndimizdə də, Zəngəzurda da, Dərəçiçəkdə də, Vedibasarda da, digər mahallarımızda da o gözəl tədbirlərimizi, gözəl günlərimizi keçirəcəyik. Mən ona əminəm. Bəli, ona görə də vaxtilə hər birimiz, necə ki Qarabağlıydıq, bugün hər birimiz Qərbi Azərbaycanlıyıq. Bəli. Bu birliyimizi qoruyub saxlamalıyıq. Arzularımıza çatmaq üçün ən azından. Bəli, tamamilə doğru deyirsiniz. Mən bu Xocalı ilə bağlı bir yazım var idi. İnternetdə çıxmışdı, sosial mediada, qəzetlərdə də. Hamımız Xocalılıyıq həmin gün, 26 fevral günü. Hamımız Xocalılıyıq. Mən düşünürəm ki, bir nə vaxtsa biz Allahın izni ilə, Ali Baş Komandanın səyi ilə və bu dövlət siyasətinin nəticəsində biz yenə hər birimiz Qərbi Azərbaycanlı olacağıq, eləyik. Yəni, ümidlərimiz heç zaman boşa çıxmayıb bir dövlət olaraq, millət olaraq. Biz, Cənab Prezident, belə deyim, bir çağ açdı, bir çağ bağladı. Həqiqətən də, yəni, bu Azərbaycan tarixində silinməz bir iz oldu. Mən ümid eləyirəm ki, inanıram ki, doğma İrəvanımızda biz rahatlıqla o gözəl təbiətimizdə o suyumuzu içəcəyik. O Qoşa bulağımızda, Koroğlu dağımızda, yəni o başı qarlı dağlarımızı bir də görəcəyik. Mənim, üzr istəyirəm, övladlarım tələbədirlər. Onlardan uşaqlıqlarından belə soruşanda balaca vaxtları hardansan, haralısan? Düzdür, sevmirəm mən o sözü. Çünki mən bu yaşıma qədər çox az adamdan haralısan sualını vermişəm. Onlardan soruşanda mənim yanımda deyirlər ki, Ermənistanlıyam. İndi biz Qərbi Azərbaycanın Ermənistanlıyam. Bu çox vacib bir şeydir. Bu tərbiyədən asılıdır. Hər bir gənc ata-baba yurdunu danmamalıdır. Əgər danacaqsa, yəni artıq bu genetika, bu məhvə doğru gedir. Amma mən çox sevinirəm ki, bugünkü gənclər harda doğulduğundan asılı olmayaraq ata yurdu Qərbi Azərbaycandırsa, fəxrlə deyirlər ki, mən Zəngəzurdanam, Vedibasardanam, Ağbabadanam, Dərəçiçəkdəyəm, Razdandanam, Təkəlikdənəm, Axundovdanam, Dilicandanam. Yəni, bu çox vacib bir şeydir. Bu genetikanın möhkəm qalmağı deməkdir. Bu bizim artıq tərbiyəmizin doğru yolda olmağı deməkdir. Yəni, bu vacib bir şeydir. Siz həmçinin Jurnalistlər Birliyinin üzvüsünüz. Bəli, 96-cı ildən. Qərbi Azərbaycanla bağlı, doğulduğumuz yerlərlə bağlı çıxışlarınız olub, yazılarınız olub, yəqin ki. Qərbi Azərbaycanla bağlı, mən deməli Jurnalistlər Birliyində 96-cı ildən rəhmətli Yazı müəllimin mən o vaxtı yazılarımı təqdim elədim. Sağ olsunlar, Allah rəhmət eləsin. İndiki rəhbərliyə də minnətdarlığımı bildirirəm. Bugün də oranın üzvüyəm. Yazılarım olubdur. Mənim xatırımdadır, mənim əmimin evinin aşağı hissəsi, yolun kənarı köhnə qəbirstanlıq deyirdilər. Bizim uşaq vaxtı mənim ən çox oynadığım və quzuları nobata gəlirdim. Uşaq vaxtı quzuları otardığım bir yer idi.
görürdüm uşaq vaxtı qoç yerdən hardasa bir 50 santı, 60 santı. Yəni artıq torpaq o qədər örtüb ki, qoç heykəlləri, qəbirlərin üstündə qoç şəkil heykəlləri. Bu da o vaxtı qara qoyunların, ağ qoyunların qədim bir məskəni olmağının məncə bir təzahürüdür. Bilinir ki, bu qədim Azərbaycan torpağıdır. Yəni bunu danmaq mümkün deyil. Bunu qəbirlər deyir, bunu daşlar deyir. İnsanlar qalsın bir yana. Bu daşlar deyir, daşların üstündəki kitabələr, yazılar deyir ki, bu nə qədər qədim Azərbaycan torpağıdır. Mən əmim mənim orada tanıyanlar bilir, Kazım əmim Qurbanov, Allah rəhmət eləsin ölənlərə. Orada pekarni deyirdik biz rus dilində. Çörək sexi deyirdik. O çörək sexində olan çörəyin düşərgə, orada ermənilərin düşərgələri var idi. Bizim kəndin yuxarı hissəsi o qədər səfalı yerlərdir ki, sanatoriyalar, düşərgələri ermənilər orada tikmişdilər. Yayda düşərgələr gəlib oradan əminə, yəni çörək alırdılar. Böyük dəmir yol çörəyi deyirlər. Böyük dəmir yol çörəyi çox təcrübəli çörəkçi idi. Yəni o bütün kəndin Novruz bayramı olanda, mən sizə orada ənənələri də deyim, bayram ənənələrini. Novruz bayramı olanda kənddə o ənənə, o da hiss olunurdu. Şax çıxardırdılar, əskinin nöyüdü saxlayırdılar, atam danışırdı. Nöyüdün içində saxlayırdılar ki, sabahsı onu yandırıb, bayramda fırlatsınlar. Bu filmlərdə də var. O ənənəni saxlayır. Əmmin pekarnısında növbəyə durardılar. Şəkərbura paxlavanı bişirmək üçün kənddə Novruz bayramında çox sıxlıq olardı. Mənim atamgil, anamgil, nənəmgil hamı artıq orada işləyərdilər ki, yəni hamının o bayram tədarükünü çatdıra bilsinlər. Yəni sonra bir xatirə deyim, mənim xatirəm deyil. Dini məsələlərlə bağlı Sovet hökuməti olmağına baxmayaraq mənim babam molla olub, Molla Oruc, bayaq dediyim kimi mollalıq eləyib, kəndin yəni nüfuzlu mollası olub, dinini yaşayan insan olub, İslam dinini çox mükəmməl şəkildə, Quranı yaxşı, çox mükəmməl şəkildə təfsirini bilən insan olub, hamıya da onu aşılayırdı. Bir maraqlı bir hadisə, həm də arı saxlayırdı kənddə. Oruçluq vaxtı idi, Ramazan ayında. Bu aşağıda Qaroy adında bir erməni yaşlı bir kişi var idi, o da arı saxlayırdı, arıçı idi. Babam da bu baldan başı çıxan adam kimi babamı dəvət edir ki, həyətə gəlib arılara baxanda buna bal təklif edir. Deyir ki, Molla Oruc, al bu balın dadına bax. Babam da deyib ki, mən orucam. Deyir, ay kişi, mən də bilirəm sən orucsan. Balın dadına bax deyirəm. Babam ona axırda izah eləyib ki, biz Ramazan ayını yaşayırıq. Müsəlmanda və bu ayda biz oruç tuturuq, balı yeyə bilmərəm. Ondan sonra üzrxahlıq eləyib. Yəni, beləsinə olub. Yəni, oradakı ermənilərin mən ermənicə danışdığını xatırlamıram. Hamısı Azərbaycanca danışır. O da yəqin ki, ondan irəlidəki Azərbaycanlılar Çox. Hamısı Azərbaycanca deyəndə. Çoxluq təşkil edib. Çoxluq təşkil edib. Ermənilər gəlir bizim kənddə, yəni dağlara çəkilib, beləsə oturub yeyib içmək məclisləri quranda bizim kənddə gəlib kənddən qoyun, qoç, belə şeylər alıb istirahətə çəkilirdilər. Bu cür. Xatirələrinizdən biri də yəqin ki, hər yerin, bir bölgəyə məxsus öz dadları olur, yeməkləri olur. Sizin misal üçün bölgəyə məxsus hansı yeməklər olub ki, bu gün burada onu dadanda aparır xatirələriniz ora? Dadanda mən deyərdim ki, nənəmin çəkdiyi qaymaq, o inəyin südü, o nənəm südü inəyi sağanda stəkanı qaçırdım altına, stəkanı, o südün dadı, mən onu heç vaxt
Onu da dudmamışam. Qaymağın dadı. Yəni mən dediyim kimi Səfa nənəm, Sənəm nənəm də Allah rəhmət eləsin onlara. Səfa nənəmin bişirdiyi, yəni buğlamağın dadını mən bu gün də yəni unuda bilmirəm. Yəni ki, kənd yerində o qatığın, çaldığı qatığın, təndirdə yapdığı o çörəyin qoxusu, dadı bu gün də mənim burnumdadır. Yəni o dadı ikinci dəfə bir də orada o təndirdə çörək qalıyıb, bir də o xəmiri yoğurub o dadı ala bilərəmmi? Düşünmürəm ki, yəni o dadı bir də ala bilərik. O oldu, getdi. Yəni belə. Hansı, məsəl üçün, yeməklər var ki, Azərbaycanın digər bölgələrinə nisbətən Qərbi Azərbaycan özünə məxsus şəkildə hazırlansın Qərbi Azərbaycan bölgəsində? Xatırlayıram, kənddə yaylağa qalxırdıq, bir neçə günlüklə. Qalırdıq yaylaqda, qoyun, quzu, orada motalda tuturdular, sağından qaymaq da çəkirdilər. Çox maraqlı bir mənzərə idi. Elə bil ki, biz böyük bir tədbirə getmişik. Yəni, o uşaq vaxtı mən onun fərqində deyilirdim. Amma indi düşünürsən ki, necə bir maraqlı bir ənənə olub, necə maraqlı bir şey olub. Yəni, qoyun, quzun, yəni, otarmağa qalxırdılar. Qadınlar yuxa eləyir sacda, biri biz qutab kətə deyirik, bir oranın gicitkanınla, qıcırtkan deyirik biz dilimizdə, baldırğanın, yəni burada da yeyirsən, amma o baldırğanın, o quş əhbəyinin quzu qulağı deyirik, yəni onun dadını burada hansı gözəl nemət verər? Düşünmürəm ki, yəni ki, o dadı mən burada alasan. Gözəl nemətlər yeyərsən. Hər şey var. Yəni maşallah, yəni istədiyin, yəni qidanı tapıb yeyə bilərsən.